Salam hörmətli izləyicilər, bildiyiniz kimi Sovet İttifaqı 70 il ömür sürmüşdür. Yəni bu dövrdə xüsusən də 2-ci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatları ilə aralarında soyuq münasibət yaranmışdı, soyuq müharibə vəziyyətinə gəlmişdilər. Belə ki, o dövrdə Sovet İttifaqının demək olar ki, Amerika Birləşmiş Ştatları ilə və digər xarici dövlətlərlə deməli soyuq münasibət olmasına baxmayaraq müəyyən ticarət əlaqələri mövcud idi. Hələ Xruşovun dövründə SSR-də keçirilən Amerika Birləşmiş Ştatlarının bir sərgisində Xruşov Pepsi içkisinin dadına baxmışdı və onun çox xoşuna gəlmişdi. Lakin buna baxmayaraq SSR-də Pepsi zavodları 1972-74-cü illərdə Leonid İliç Brejnevin vaxtında Novorossiysk şəhərində tikilmişdi. Lakin bu satışdan gələn pulları ödəmək lazım idi. Ona görə də rubl xaricdə heç kimə və heç bir dövlətə lazım olmadığı üçün hər iki tərəf barter üsulunu seçdilər. Belə ki, Pepsi şirkəti xaricdə Amerika Birləşmiş Ştatlarında və digər dövlətlər, o cümlədən o dövrdə deməli Sovet İttifaqında istehsal olunan Stalisin arağını satmaq hüququ əldə etdi. Yəni hər ikisi bunu bu cür deməli müəyyən edirdilər. Lakin elə oldu ki, Sovet hökumətində Pepsi daha çox satıldı, amma Stalisin arağı isə xaricdə o qədər də satılmadı və arada böyük fərq əmələ gəldi. Bundan sonra deməli bunlar barter üsulunu seçdilər və SSR-i deməli uzun müddət istismar olunmuş, sonradan istismardan çıxardılmış deməli 17 sualtı gəmisini və digər deməli döyüş texnikalarını Amerika Birləşmiş Ştatlarına deməli pul qarşılığında verdi. Sonradan isə Pepsi şirkətinin rəhbəri isə belə demişdi ki, Amerikanın Sovet İttifaqını deməli iqtisadiyyatını zəiflədə bilmədi, amma biz bir əməliyyatla Sovet İttifaqının iqtisadiyyatını zəiflədə bildik. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.